Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Hər birinizi Lənkərandan salamlayıram. Bugün may ayının 28-i 2025-ci il dostlar. Demək, arı bölmə mövzusunda bir neçə videolar paylaşmışam. Ötən ildə, ondan öncəki illərdə dostlar. Deməli, müxtəlif cür arı bölmələri sizinlə paylaşmışam. İndi bugün öz arıxanamda yığma bölmə, yəni bir neçə arı pətəyindən hərəsindən bir çərçivə götürməklə və yaxud iki çərçivə götürməklə bir bölmə aparacağım. Bunu da ötən il sizinlə paylaşmışdım. Yenə də təkraran paylaşıram ki, qaranlıq qalan məqamlar qalmasın. Bəzən məndən soruşurlar ki, mən o cür etdim, arılar bir-birini qırdı, dezodorant səpdim və s. və s. Deməli, əziz dostlar, mən indi sizə daha yaxından, dəqiqliyi ilə göstərəcəyəm. Heç bir dezodorant səpməyə ehtiyac yoxdur. Onu səpməklə siz arılarda biraz da aqressivlik, qıcıq yaradarsınız dostlar. Baxın, arılar may ayıdır, çalışır. Əsas yığım vaxtıdır. Nektar toplayırlar, var gücləri ilə arılar çalışır. İndi səhər-səhərdir. Baxın, arılar çalışır. Yəni, heç bir reaksiya vermirlər. Çünki başları nektar yığımına qarışıb, əziz dostlar. Bəzən mənim dəfələrlə təkrar etdiyim şeyləri şərhdə yazırlar. Bilmirəm, həqiqətən başa düşmürlərmi, ya bu videonu qulaq asmırlarmı, izləmirlərmi? Qardaş, mən həm danışıram, həm göstərirəm. Yəni, bundan gözəl nə ola bilər? Bir dəfə baxdın, ikinci dəfə də təkrar bax. Vallahi, billah, sənin o təkrar baxmağınla mənim cibimə bir şey gəlmir. Sadəcə, adam bir videoya izləyəndə, baxın, bugün nəsə öyrənirsən. Növbəti dəfə izləyəndə, başqa bir şey öyrənə bilirsən. İndi də getdik sizə arı bölmə, yığma arı bölməsini daha yaxından göstərim. Getdik. Ya Allah. Bir neçə pətəkdən çərçivə götürməklə inşallah bu pətəyimizə bölmə apararıq, qoyarıq və burada inkişaf gedəcək. İlk növbədə hansı pətəkdən ki çərçivələr götürəcəksiniz, o ailənin ana arısını tapıb mütləq qoyun bir tərəfdə və yaxud üzərinə sancaqlı qapaqla və yaxud qəfəsə qoyun ki, o sizə mane olmasın və səhvən gəlib bu yeni pətəyə düşməsin. Baxın, o dönəmdə əgər siz ana arını bu pətəyə səhvən qoysanız, əlbəttə bir neçə çərçivədən, bir neçə ailədən çərçivə götürsəz, əlbəttə ki, arılar bir-birini qıracaq. Baxın, ötən ilin ana arısıdır. Biz bunu qoyuruq qırağa. Əssalam, bitdi. Deməli, baxın dostlar, üstü möhürlənmiş tamamilə çərçivə, arı qarışıq. Götürüb, qoyuruq bu pətəyə. Bu bir ədəd, hələlik. Baxın, qoyduq, əssalam. Deməli, ikinci çərçivə, baxın, ballı güləmlidir, amma sürfələr də var, az miqdarda. Baxın, sürfələr də var. Baxın, bu güləm,
az-maz sürfələr də var. Və açıq nektar da var. Bunu da baxın qoyuruq. Bu tərəfdə baxın, bu oldu bir ailədən 2 çərçivə götürdük. Baxın, bir ədəd də açıq sürfələr var burada. Yəni açıq sürfələrin üzərindəki arılar gənc arılardır. Bunu da dostlar silkələdim. Vəssalam. Bir ailədən götürdüyüm çərçivələrdir. Bitdi. Dostlar, bəzən deyirlər ki, mən bölümə apardım, rankalara baxdım, ana arı orada yox idi və qoydum. Qardaş, ana arı orada yox idi söhbəti yoxdur. Bax, ana arını tap, gözünlə gör. Keçdi bu tərəfə. Gördünüzmü? Siz çərçivəni baxana qədər ana arı keçir o biri tərəfə. Və yaxud, baxın, bu ana arıdır. Mən bunu buradan tutdum. Qoydum digər çərçivələrə. Getdi. Bizə mane olmasın. Baxın, bu sürfəli çərçivədə bir neçə gündən sonra burada arılar çıxacaq. Həm də ki, bal da var. İndi bal mövsümüdür deyə bal da var dostlar. Getdik, bunu da ora qoymağa. Baxın, bu digər pətəyimizdən götürdüyümüzdür dostlar. Gördünüzmü? Səliqə ilə qoyduq bura. Demək, 2 üstü möhürlənmiş sürfə. Baxın, ikisi başqa pətəkdən, bu isə digər pətəkdən. Bu da dostlar, yenə də ikinci pətəkdən ikinci sürfəli çərçivə götürmüşük. Qoyduq, düzdürmü? 4 çərçivəmiz oldu artıq. Baxın, biz bura 2 çərçivə götürdük. Ballı, güləmli, sürfəli. Bu 2 ədəd də sürfəlidir. Üstü möhürlənmiş sürfələrdir. 2 ədəd bir pətəkdən götürdük. 2 ədədini silkələdik. Digər pətəkdən də 2 ədəd sürfələri çərçivə götürdük, qoyduq bura. Sakitcə, ağzını bağlamırıq, hər şey normal. Bu, dostlar, biraz səbirsizlik etməsəniz, yəni səhvən oradakı ana arını gətirib bura qoymasanız, heç bir arı qırğını olmayacaq. Biraz səbirsizlik edəndə, dostlar, oradakı ana arını tapıb bir tərəfli qoymayanda, aləm qarışır bir-birinə. Baxırsınız, bəzən deyirsiniz ramkada, çərçivədə ana arı yoxdur. Amma bu çox hallarda həmişə əks olub. Yəni, həmin çərçivədə ana arını axtarıb tapmırsınız. Bir də görürsünüz, çərçivənin yan tərəfində, şanın arasında elə yerdə gizlənib ki, onu görə bilmirsiniz. Və o qaydada da bura qoysanız, sizin bu bölmənizdə aləm dəyəcək bir-birinə, arılar bir-birini qıracaq. İndi isə gedək növbəti 3-cü ailədən yenə bir çərçivə götürməklə bunun yanına inşallah qoyarıq dostlar. Allah. Deməli, baxın dostlar, çərçivənin ana arının qoyduğu yumurta. Yəni, bu xalçadır, xalça. Bu 2025-ci ilin demək, şan vərəqidir deyə bunu da qoyuram lap orta hissədə.
Baxın. Qoyduq. Hər şey normal. Deməli, dostlar, mütləq arı sirkələmək lazımdır ki, iki çərçivə mütləq arı sirkələmək lazımdır. Və yaxud 3, 4. Nə üçün sirkələmək lazımdır? Bura arı, gənc arı. Səhər dostlar, bu arı pətəyindən tarlaçı arılar, əgər varsa bunların içərisində, bunlar çıxacaqlar yem dalayacaq. Amma bu pətəyə qayıtmayacaqlar. Öz əvvəlki pətəklərinə qayıdacaqlar. Ona görə bu sürfələrin üstü qalacaq arısız və çürümə xəstəliyinə səbəb ola bilər. Sürfə soyuqlanmalarına, sürfə soyuqlanmalarına səbəb ola bilər. Çünki arılar bu sürfələrin üzərini qızdırmalıdır, nəmləndirməlidir, rütubətli dərəcəsini saxlanmalıdır. Yəni bu uzun bir video alınacaq dostlar. İndi mən sizə hər bir şeyi çatdırmaq üçün məcburam. Bu günün istisində çatdırım. Bəzən mənə zəng vururlar. Təzəlikcədə bir neçə nəfər zəng vurur. Bəs bölmə aparmışam. Arı sürfələri tələf olub, çürüyüb. Yəni siz bura gənc arı sirkələməsiniz, sizdə də o hal ola bilər dostlar. Bütün çərçivələr arı ilə dolu olmalıdır. Amma siz bu qaydada, baxın, bu qaydada üstünün qapağını bağlayıb dərhal aparsanız, başqa bir kəndə 2 kilometr, 1 kilometr fərq etməz qoysanız, demək, heç bir problem olmayacaq. Oradan arılar əgər çıxsalar da, öz əvvəlki pətəyinə qayıda bilməyəcəklər. Bu pətəyə qayıdacaqlar. İndi buna nə edəcəyik? Demək, gedirik kiçik ailəciklərimizdən mayalanmış ana arını bu ailəyə dərhal qoyarıq. Allah. Gözəller gözəli. Bu da bizim gözəlçəmiz. Bu gözəlçəmizi bölməmizə verəcəyik. İndi baxın, hər bir şey normal. 5 çərçivədə bölmə apardıq. Yanına da bir şam vərəqi, ana arını mən şəxsən dərhal bu ailəyə verirəm. Nə üçün verirəm? Yəni şərtlər çoxdur, ana arını vermə qaydaları müxtəlifdir. Baxın, arılar hələ ki bir-birinə heç bir reaksiya vermir. Hər şey normal. Bu ananı götürək qoy birdən. Deməli, dostlar, bu 3 ailədən yığma bir komanda oldu. Yəni 3 ailənin feromonu, qoxusu qarışdı bir-birinə. Artıq arılar özləri dərk eləmir ki, burada nə baş verir. Bunları yığdıq, yaxınlaşdırdıq, tənzimlədik. Ara kəsmə taxtası mütləqdir. Ara kəsmə taxtasını qoyduq. Deməli, nə edirik? Vay, günəş düşür. Deməli, baxın. Dostlar, bu iki çərçivəni bir balaca aralayıb
qəfəsin yem gözləri bağlı. Baxın, yerləşdirdik bu iki çərçivənin arasına. Siz bunu 3-4 gündən sonra ana arı verə bilərsiniz. Mən isə dərhal qoyuram. Nə üçün? Çünki burada 3 ailənin feromonu artıq qarışdı bir-birinə, aləm dəydi bir-birinə, arılar özləri anlamır nə baş verir. Biz bura yeni mayalanmış ana arını qəfəsdəcə qoyuruq və 2 gündən sonra qəfəsin kiçik gözü, 3-cü gün, növbəti gün qəfəsin böyük gözü açılmamışdan öncə burada əgər 1-2 açıq sürfələr olarsa, indi orada arılar özləri üçün ana yuvacıqları hazırlayırlar. Onları kəsib qırmaq və qəfəsin böyük gözünü açmaqla bu ailəyə qəbul etdirmək 100% olur. Ana arını ki qəbul etdilər, ondan sonra bu ailəyə 2-3 ədəd şam vərəqi qoymaq olar ki, orada sürfələr çıxacaq arılar və başlayacaqlar orada örgüyü aparmağa, ana arı orada yumurta başlayacaq qoymağa dostlar. Yəni, baxın, bu ailə sizin gözünüzün qabağında mən keçən ildə paylaşmışdım, bu ildə paylaşdım. Daha ətraflı məlumat verməklə heç bir arı qırğını falanı yoxdur. Hələ ki, baxın, arılar öz aləmindədir. Üsullar çoxdur, müxtəlifdir. Öz ağlınız, öz məntiqiniz, öz düşüncənizlə arını idarə etməyə çalışın. Bu, baxın, nə səpmək, nə başqa bir maddələrlə arıları biraz da qıcıqlandırmağa ehtiyac yoxdur dostlar. Təbii ki, payız aylarında, avqust aylarında bu hallar biraz risklidir. Sizin gözünüzün qabağında bunu göstərdim. Heç bir qeyri-adi bir burada problem baş vermir. Elə bədbəxt insanlar var ki, bu yaxınlarda YouTube kanalda da yazmışdı biri. O arıçı deyil, pintidir. Ay bədbəxt insan, mən arıçıyam, mən arıları sevən bir arıçıyam. Mənim pintiliyimi harda görürsən, nədə görmüsən, mənim köhnə paltarlarımı deyirsənmi və yaxud mən gedim çəkilişdən qabaq pudra kraskalanım, makyaj falan eləyimmi, təzə paltar geyinimmi? Ay bədbəxt bir insan. Mən arılarla çalışıram, hansı viddəyəm, hansı haldayam, o halda da çəkiliş edib paylaşıram insanlarla. Öyrədirəm insanları, qoy çox saxlasınlar arı. İndi sənin kimi bədbəxt insanlar təəssüf ki var. Sən mənim pintiliyimi, bu mənim arıxanam, bəlkə mənim arıxanamda salafan pingivinlər görmüsən, tüküb, necə bəzi arıxanalarda var, səliqəsizlik. Əgər sən mənim bu köhnə cırıq köynəyimə və yaxud şalvarıma deyirsənsə, ay yazıq, çox yazıqlar olsun belə insanlar üçün. Bunlarla işimizi, keyfimizi pozmarıq. Dostlar, baxın, arılar hər bir şey normal, hər bir şey mükəmməl. Heç bir problem olmayacaq. Bir neçə ailədən yığma, komanda yığıb mükəmməl bir bölmə etdik. Bu bölmədə sizin üçün mükəmməl bir ailə ola bilər. Hətta 15 çərçivəyə qalxa bilər. Baxdınız, gördünüz, diqqətlə qulaq asın. Mən çalışıram, hər şeyi çatdıram. Videomuz uzun alınsa da belə onu hər birinizə çatdırıram. Sağ olun, özünüzü qoruyun.